Hər vaxtınız xeyir olsun. Gündəm xəbərin efirində günün ənənəvi olaraq hava haqqında məlumatını diqqətinizə çatdırırıq. Bugün dekabrın 4-üdür və dekabrın 5-nə olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Milli Hidrometeorologiya Xidməti məlumat verir ki, havanın temperaturu gecə 8-10 dərəcə, gündüz isə 11-14 dərəcə isti olacağı proqnozlaşdırılır. Azərbaycanın bölgələrinə gəlincə, Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Səhər yağıntılar tədricən kəsilmiş olacaq və bəzi yerlərdə arabir duman olacaq və qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 dərəcə, gündüz isə 14-17 dərəcə isti olacağı proqnozlaşdırılır. Dağlarda isə gecə 0-5 dərəcə şaxta, gündüz isə 4-9 dərəcə isti olacağı proqnozlaşdırılır.